Dekabrın 3-də parlamentdə İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə edilərkən deputat Fazil Mustafa ilə spiker Oqtay Əsədov arasında gərgin dialoq yaşanıb. Fazil Mustafa. Hörmətli sədr, hörmətli millət vəkilləri, mən belə başa düşdüm ki, Oqtayla təşəkkür eləmək istəyirəm. Mən nə vaxt yazılanda müzakirələr olur, yazılmayanda müzakirələr kəsilir. Bəlkə də belə daha imkan yaratıcıya görə təşəkkür. Mən başa düşürsən, özünə çox yüksək qiymət verirsən. Olur deputata çox aşağılayırsan. Əstəğfurullah, ona görə sözlərə fikir ver xahiş edirəm. Sən yazılanda çıxışlar verilir. Oqtay müəllim, bunu özündən razılıq üçün demədik, sadəcə zarafat olaraq dedik və hesab edirəm ki, bəzi məsələlərdə, aktual məsələlərdə hər halda yazılırıqsa demə sözümüz var və belə də kobud cavab verməyizi də düzgün qəbul eləmirəm.